Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve hayrus salati ve selamu ala hayri halqih Muhammedin ve alihi tahirin. Salam hörmətli televiziya tamaşaçıları, hamınızı ən qəlbi duyğularımla salamlayır. Allahu Teala'dan sizlərə və özümə dünya və axirət saadətini diləyirəm. Sovban adında bir şəxs bir gün gəldi Peyğəmbər Əkrəmin yanına, dedi: Ya Rasulallah, mən bu dünyada sizi çox sevirəm. Zehnimi belə bir fikir məşğul edib ki, mən bu dünyada sizi bir neçə gün görməyəndə narahat oluram, sizdən ötürü darıxıram. Hamımız bu dünyada faniyik, bu dünyadan köçəcəyik. Qiyamətin günü təbii ki, sənin cənnətdəki məqamınla mənim məqamım bir olmayacaq. Biz ayrı-ayrı yerlərə düşəcəyik. Fikirləşirəm ki, görəsən mən bu dünyada sizin ayrılığınıza bir neçə gün dözə bilmədiyim halda, axirətdə sizdən ayrı düşməyimə necə dözəcəyəm? Buna tab gətirəcəyəmmi? Peyğəmbər Əkrəm bu şəxsin cavabında Qur'an-ı Kərimin bir ayə-i şərifəsini oxudu. Hər kəs bu dünyada Allaha və Peyğəmbərinə itaət edərsə, Allahu Teala'nın insan üçün müəyyənləşdirdiyi yoldan kənara çıxmazsa, Allahın müti bəndəsi olarsa, Allahu Teala qiyamətin günü bu şəxsi 4 dəstə ilə birlikdə məhşərə gətirəcəkdir. Peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə və salihlərlə. Kânə mə'ən-nəbiyyin və siddiqin və şühəda və salihin. Bir insan Allahın ən sadiq bəndələri ilə məhşur olacaq. Şəhidlərlə məhşur olacaq. Hədis-i şəriflərdə var, buyurur, cənnətə daxil olmuş insanlar heç zaman cənnətdən çıxmaq istəməzlər. Amma bircə tayfa var ki, onlar cənnətdən çıxmaq istəyərlər. Kimlərdir bunlar? Şəhidlər. Allahu Teala cənnətdə şəhidlərə elə bir məqam əta edəcək ki, şəhidlər arzulayarlar, biz cənnətdən çıxaq, yenidən qaydaq dünya həyatına, orada yenidən Allahu Teala'nın yolunda şəhid olaq və Allah Teala verdiyi məqamdan daha uca məqamı onlara əta etsin. Şəhidlər bu əzəmətin sahibidirlər. Dünyada Allaha və Peyğəmbərə itaət etmiş insanlar şəhidlərlə bir yerdə olacaqlar. Və salihlərlə, əməli salihlərlə bir yerdə olacaqlar. Bu barədə Peyğəmbər Əkrəmin bir hədis-i şərifi də vardır. Əgər mənim ümmətimin hər hansı bir fərdində 8 xüsusiyyət olarsa, qiyamətin günü Allahu Teala həmin şəxsi, həmin fərdi peyğəmbərlərlə, sadiqlərlə, şəhidlərlə və salihlərlə birgə məhşərə gətirəcəkdir. O 8 xüsusiyyət hansıdır? Birincisi, bir insan digər bir şəxsin ziyarət xərclərini boynuna götürüb, onu ziyarətə göndərə. Biz hamımız bilirik ki, dünyada çox insanlar var ki, Allahu Teala'nın beytini, Kəbə evinin ziyarətinin arzusundadılar. Və yaxud televiziyadan, məsələn, Peyğəmbər Əkrəmin Mədinədəki mübarək məscidini görəndə göz yaşı axıdır. Ey kaş Allah mənə nəsib eləyəydi, mən həmin müqəddəs məkanı ziyarət eləyəydim. Və yaxud könül qibləgahımız olan Əmirül Müminin Əli əleyhissalamın, İmam Hüseyn əleyhissalamın, İmam Rıza əleyhissalamın, digər imamlarımızın mübarək hərəmlərini televiziya ekranlarından seyr edəndə göz yaşı axıdırlar. Ey kaş Allah bizə bunu nəsib eləyəydi.
Amma maddi imkanları çatmır. Maddi imkanları yol vermir ki, həmin ziyarətə gedə bilsinlər. Bir insan Allahu Taala'nın razılığını qazanmaq məqsədi ilə Peyğəmbər və Əhl-i Beyt əleyhissalamın məhəbbəti xatirinə o fəqir amma aşiq müsəlmanların ziyarət xərcini öz boynuna götürüb onları bu arzularına çatdıra. Həmin bu imkanı yaradan şəxs qiyamətin günü peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə və salihlərlə bir cərgədə duracaqdır. Onlarla birlikdə məhşur olacaqdır. İkinci xüsusiyyət budur ki, bir çətin durumda olan insanın çətinliyini aradan qaldırasan. Onun dünya həyatında çəkdiyi istirabı onun üzərindən götürəsən. Çox insanlar var, dünya həyatında öz müşküllərini həll eləyə bilmirlər. Borc yükünün və yaxud maddi problemlərin yükünün altında əziliblər. Bir insanın da imkanı var, qüdrəti yetir ki, həmin insanın üzərindən o ağırlığı götürsün. Əgər Allahu Taala'nın razılığını qazanmaq məqsədi ilə insan o çətinlik çəkən şəxsə yardım əlini uzadıb ağırlığı onun üzərindən götürsə, Allahu Taala bu əl uzadan şəxsi qiyamətin günü həmin o 4 taifə ilə birlikdə məhşərə gətirəcəkdir. Allahu Taala Həzrəti Musa əleyhissalama dedi: Musa, bilirsənmi behiştin fərman verənləri kimlərdir? Behiştin fərman verənləri o şəxslərdirlər ki, insanlara yardım əli uzadıb, onların qəlbini şad edərlər. Peyğəmbər sallallahu aleyhi və aleyh buyurur: 2 dənə xislət var ki, bu 2 xislətdən üstün xislət yoxdur. Birincisi, əl-iman billah, Allahu Teala'ya iman gətirmək. Allaha inanmaqdan üstün bir fəzilət yoxdur bu aləmdə. İkinci ən üstün fəzilət وَالنَّفْعَ لِعِبَادِ اللّٰهِ, insanların dərdinə yaramaq, insanların dərdinə şərik ola bilmək, onların qəlbini sevindirə bilmək, onların üzərindəki ağırlığı onların üzərindən götürmək, insanların qəlbini şad etmək. 2 xislət də var ki, bundan dünyada mənfi, pis xüsusiyyət yoxdur. Allahu Teala'ya şərik qoşmaq və insanlara zərərli olmaq. Yəni, elə bir durumda olmaq ki, sənin zərərin yetişir insanlara. Xoş o insanların halına ki, onların səxavət əli vardır. Qəlbləri nuranidir, qəlbləri mərhəmətlidir. Bir çətin durumda olan insan görəndə qəlbləri tab gətirməz. İmkan çatdıqca, bacardıqca öz yardım əllərini həmin o məzlumlara, həmin o ağır durumda olan insanlara uzadarlar. Simiclik etməzlər. Peyğəmbər sallallahu aleyhi və aleyh buyurur: səxavət kökü cənnətdə olan bir ağacdır. O ağacın budaqları yer üzərinə uzanmışdır. Hər kəs bu ağacın budaqlarından tutub o ağaca dırmaşsa, o budaqlar həmin şəxsi cənnətə aparar. Simiclik cəhənnəmdə bitən ağacdır və onun budaqları yer üzünə sallanmışdır. Hər kəs bu budaqlardan tutsa, o ağac onu cəhənnəmə atacaqdır.
Yaxında Novruz bayramı gəlir. Elimizin şən bayramlarından biridir. Hamının bu dünyada sevinmək haqqı vardır. Mən üzümü tuturam qəlbində nuraniyyəti olan insanlara. Bu bayramda kasıblara, fəqirlərə, ehtiyac içində olan insanlara əl uzatsınlar. Öz bayram süfrələrini həmin o fəqirlərlə, o kasıblarla paylaşsınlar. Bayram ruhun bayramıdır. Həqiqi bayram odur ki, Allah adam insandan razı qalsın. Nə gözəl olar ki, bir insan o çətin vəziyyətdə olan bir ailəyə özünün yardım əlini uzada. Allah-u Teala'nın razılığını əldə eləyə. Bu şəxs həqiqi bayram yaşamış olacaqdır. İmam Əleyhisselam buyurur: "Lil-ihsan vel-ita'a xuliqtum." İnsanlar, Allah-u Teala sizi iki məqsədə yaratmışdır. Birinci məqsəd Allah-u Teala'ya itaat etmək. İkinci məqsəd Allahın ailəsi hesab edilən insanlara mərhəmətli olmaq, onlara yaxşılıq etmək. Allah-u Teala hamımıza bu tövfiqi nəsib eləsin. Bu mərhəməti nəsib eləsin ki, inşallah qəlblərimizi Allahın məhrum bəndələrinə açaq. Onlarla həmdərd olaq, onların dərdlərinə şərik olaq. Üçüncü xüsusiyyət ki, insanın qiyamətdə peyğəmbərlərlə, siddiqlərlə, şəhid və salihlərlə məhşərə gəlməsinə səbəb olacaq, yetim tərbiyə etməkdir. Peyğəmbər sallallahu aleyhi və aleyh iki barmağını cütləşdirdi və buyurdu: "Mən və yetim tərbiyə eləyənlər, yetimə sərpərəstlik eləyən insanlar cənnətdə bir yerdə olacaq, bir məqamda olacaq." Həyatımızda çox acı hadisələr yaşanır. Bəzən görürsən ki, qardaş dünyasını dəyişir, övladları qalır. Bacı dünyasını dəyişir, övladlar qalır. Və yaxud qohumda, əqrabada, dost, tanış, insanlar, valideynlər dünyalarını dəyişirlər, övladları yetim qalır. Nə gözəl olar ki, ətraf, qardaş, bacı, əmi, dayı, həmin o yetim uşaqlara sərpərəstlik eləyə. Onları öz övladlarından ayırmaya. Onların çəkdiyi ata məhrumiyyətinin, ana məhrumiyyətinin ağırlığını müəyyən qədər azaldalar. Onlara həqiqi dayaq duranlar. Xoş sizlərin halınıza. Qiyamətdə peyğəmbərlərlə, Əhl-i Beyt əleyhimussalamla, yetimlər atası Əmirul Müminin Əli əleyhissalamla, xanım Zəhra salamullah əleyha ilə birlikdə onlarla bir məqamda duracaqsınız. Dördüncü xüsusiyyət, bir azğını doğru yola çəkmək. İnsanlar yollarını azırlar. İnsanlar həqiqətdən uzaqlaşırlar. Ən müxtəlif səbəblərdən həqiqətdən gen düşürlər, Allahdan uzaqlaşırlar. Bəzi insanlara Allah lütf eləyib ki, o insanlar özləri həqiqət yolunu tapıblar və həqiqət yolundan, Allah yolundan uzaqlaşmış insanları da həqiqətə tərəf, Allaha tərəf dəvət edirlər. Allaha tərəf yönəldirlər. Xoş sizin halınıza. Peyğəmbər sallallahu aleyhi və aleyh bir gün dua elədi. Dedi: "Allahümmərhəm xulafai." İlahi, mənim xəlifələrimə, mənim yerimdə, mənim işimi görən şəxslərə
öz mərhəmətini nazil et. Soruşdular, ya Rasulallah, kimlərdir sənin xəlifələrin? Həzrət buyurdu, məndən sonra insanları doğru yollara hidayət edən şəxslər. Allahu Teala'nın elə bəndələri var ki, onlar peyğəmbər deyirlər, amma peyğəmbərlər həmin şəxslərə qibtə edirlər. Soruşdular, ya Rasulallah, kimlərdir o şəxslər? Həzrət buyurdu, onlar o şəxslərdilər ki, Allahın bəndələrin Allaha, peyğəmbərin ümmətini də peyğəmbərə sevdirirlər. Yəni, insanlar Allahdan, peyğəmbərdən, həqiqət yolundan uzaq düşəndə, belə deyək, Allahu Teala'nın qəzəbinə düçar olurlar. Allahdan uzaqlaşırlar. Bir başqası həmin o şəxsləri yenidən Allaha doğru tərəf çəkir və beləliklə Allahın bəndəsini Allaha sevdirir. Peyğəmbərin ümmətini Peyğəmbərə sevdirir. Demir ki, filan kəs yolunu azıb mənə nə? Yox, yolunu azmışa ürəyi yanır, narahat olur. Axı niyə o yolunu azsın, cəhənnəm əhli olsun? Haqq yola dəvət edən insanlar qiyamətin günü 4 dəstə ilə bir yerdə olacaqlar. 5-incisi, bir ac şəxsin qarnını doyuran şəxs. 6-cısı, susuza su verən şəxs. 7-cisi, bir üryanı geyindirən şəxs. Və 8-cisi, isti yay günündə, qızmar yay günündə oruç tutan şəxslər qiyamətin günündə peyğəmbərlər, siddiqlər, şəhidlər və salihlərlə bir yerdə olacaqlar. Əzizlərim, fikir verdiniz, bu 8 xüsusiyyətin 7-si səxavətə, insanların dərdinə şərik olmağa, mərhəmətliliyə yönəlik sifətlərdir. Biri isə qızmar yay günündə oruç tutmaq ibadətə aid olan bir məsələdir. Allahu Teala hamımızın qəlbini mərhəmətli qəlblərdən qərar versin. Allahu Teala özünün rəhman sifətində bizi özünə oxşatsın inşallah. Allahu Teala lütfu kərəmi xatirinə, böyüklüyü xatirinə hər hansı birimiz əgər təqsirə yol vermişiksə, əgər bir çətin vəziyyətdə olan insana gücümüz yetdiyi halda kömək etməmişiksə, Allahu Teala bu təqsirimizi bizə bağışlasın inşallah. Hamınızı uca əzəmətdə Allahu Teala'ya tapşırıram. Allahın amanında olasınız. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.